Diqqət, diqqət, danışır xalq jurnalistikası. Salam, axşamınız xeyir olsun. Efirdə son xəbər studiyada sizin aparıcı Elvin Basqallıdır. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçi qəbul edib. Söhbət zamanı dövlətimizin başçısının Nenad Laloviçlə əvvəlki görüşü məmnunluqla xatırlanıb. Azərbaycan prezidenti ilə görüşdən şərəf hissi duyduğunu deyən qonaq 17 yaşadakı güləşçilər arasında Bakıda keçirilən dünya çempionatının yüksək səviyyədə təşkil edildiyini vurğulayıb. Buna və ümumilikdə Dünya Güləş Birliyinin fəaliyyətinə göstərdiyi dəstəyə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. Ölkəmizdə idmanın güləş növünün inkişafını vurğulayan Nenad Laloviç Azərbaycanda güləş üzrə müxtəlif beynəlxalq səviyyəli yarışların keçirildiyini xatırladıb. Azərbaycan Güləş Federasiyası ilə uğurlu əməkdaşlıq etdiklərini deyib. Prezident İlham Əliyev gənc idmançıların gələcəkdə uğur qazanması baxımından 17 yaşadakı güləşçilər arasında Bakıda keçirilən dünya çempionatının əhəmiyyətinə toxunub və bundan sonra da ölkəmizdə bu cür idman tədbirlərinin təşkilinin önəmini qeyd edib. Dövlətimizin başçısı Azərbaycan güləşçilərinin indiyədək çox mühüm qələbələr qazandıqlarını vurğulayıb. Görüşdə idmanın güləş növünün ölkəmizdə zəngin ənənələrə malik olduğu qeyd edilib. Onun inkişafı üçün dövlət səviyyəsinə görülən işlərə toxunulub. Azərbaycanla Dünya Güləş Birliyi arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Araz çayının İmişli rayonu Qaralar kəndindən keçən hissəsində bir nəfər çayda batma təhlükəsi ilə üzləşib. Məlumatla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli rayon yanğından mühafizə hissəsinin yanğın söndürən xilasediciləri əraziyə cəlb olunub. Yanğın söndürən xilasedicilər tərəfindən həyata keçirilən operativ xilas etmə tədbirləri sayəsində çayda köməksiz vəziyyətdə qalan vətəndaş 23 yaşlı İsmayıllı Ramin xilas edilib. İsmayıllı rayonunun Bizdan kəndində evi dağılan sakin üçün müvəqqəti çadır qurulub. Fövqəladə Hallar Nazirliyinə kənd sakininin Məhərrəmli Novruza məxsus evin yaşayış üçün yararsız vəziyyətə düşməsi və ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən müvəqqəti yaşayış məqsədi ilə çadır qurularaq vətəndaşa təhvil verilib. Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində marşrut avtobusu ilə yük avtomobili toqquşub. 107 saylı xətt üzrə hərəkət edən iri tutumlu avtobus eyni istiqamətdə olan yük maşınına arxadan çırpılıb. Nəticədə avtobusa ciddi zərər dəyib. Hadisə vaxtı avtobusda sərnişin olmadığı bildirilir. Ukrayna Energetika Nazirliyi Azərbaycanın bu ölkənin dəmir yollarının işini dəstəkləmək məqsədi ilə təxminən 40 ton avadanlıq verdiyini bildirib. Ukrayna Energetika Nazirliyi vasitəsilə Ukrayna dəmir yolçularının işini gücləndirməyə və kritik infrastrukturu dəstəkləməyə kömək etmək məqsədi ilə Azərbaycandan regional dəmir yolu bölməsinə təxminən 40 ton avadanlıq çatdırılıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 24-26 dərəcə isti, gündüz 29-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70%, gündüz 50-55% olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətli leysan xarakterli yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq, şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Binəqədi rayonu 8-ci mikrorayon Nizami Nərimanov küçəsində yaşayış binasının damından su çənləri yığışdırılıb. Yaranan vəziyyət isə sakinlərə ciddi problem yaradır. Qaynar xəttimizə göndərilən videonu izləyək. Bura Binəqədi rayonu 8-ci mikrorayon Nizami Nərimanov küçəsi. Ev 85-in damıdır. Bu da əvvəllər su çənləri olub. Su çənlərinin hamısını götürüblər. Su müntəzəm təmin olunduqdan sonra. Onların altında qalan daşlar, kubiklər hamısı qalıb ortalıqda. Qonşular da hamısı gətirib yığıblar evimin üstünə. Bu da biabırçı vəziyyət yaranıb. Yağış yağan kimi buradan aşağı su axır. Xahiş edirəm, aidiyyəti qurumlar bundan bağlı tədbir görsünlər. Naxçıvan sakinindən nümunəvi addım. Bir şəxs sakinlərin market olan borcunu ödəyərək gündəmə gəlib.
Salyan rayonunda postun bağlanması sakinlərin narazılığına səbəb olub. Poçt işləmir, bağlanıb, camaat Qarabağlıya getməyə əziyyət çəkir. Məktub atmağa, məktub almağa, işıq pul ödəməyə imkan yoxdur. Camaat 5 manat verir taksiyə, getsin Qarabağla məktub götürsün, işıq pulu atsın, qaz pulu ödəsin. Poçtun qapıları xalqımızın, millətin üzünə bağlanıb. Yəni problemlərimiz o qədərdir ki, veriblər mərkəzi Qarabağlıya. O da ora məsafəni qət eləmək üçün 5-6 manat civarında taksilər aparır. Onda indiki vəziyyətdə cəmaatın çoxsu işsizdir. Və bununla bağlı xahiş edirik ki, bizim ərazidə o poçtun açılması ilə bağlı problemimiz həll olunsun. Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsində fəaliyyət göstərən marketin liftində plan üzrə yoxlama aparıb. Yoxlama zamanı liftin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyindən insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub. Qeyd edilənlər nəzərə alınaraq liftin istismarı dayandırılıb və texniki təhlükəsizlik ilə bağlı aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün marketin rəhbərliyi qarşısında məsələ qaldırılıb. Ağdam rayonunda növbəti yanğın hadisəsi qeydə alınıb. Yanğın rayonunun Saybalı və Bağbanlar kəndləri arasında başlayıb. Alovun küləyin təsiri ilə geniş əraziyə yayıldığı bildirilir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağdam və Ağcabədi rayonlarının dövlət yanğından mühafizə hissələrinin əməkdaşları və texnikaları cəlb olunub. Yanğın söndürənlər alovun Saybalı kənd qəbirstanlığına keçməsinin qarşısını alıblar. Zaqatalada dönərdən kütləvi zəhərlənmə olub. Rayon sakini 8 nəfər Zaqatala şəhəri ərazisində müxtəlif iaşə müəssisələrində yedikləri dönərdən zəhərlənərək xəstəxanaya müraciət ediblər. Hadisə ilə bağlı hüquq mühafizə orqanları araşdırmalara başlayıb. Məsələ ilə bağlı tibbi ərazi bölmələrini İdarə Etmə Birliyindən təbibdən bildirilib ki, ötən gün saat 9:30 radələrindən başlayaraq 14 nəfər, yəni 9-u kişi, 3-ü qadın cinsli, ikisi isə az yaşlı olmaqla 14 nəfər zəhərlənmə şübhəsi ilə Zaqatala rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıblar. Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən də məsələyə münasibət bildirilib və bildirilib ki, zəhərlənmə şübhəsi olan obyektin fəaliyyəti məhdudlaşdırılıb. Göygöldə piyadanı vuran avtomobil aşıb. Hadisə rayonun Toğanlı kəndində qeydə alınıb. Gəncə sakini Əli Dünyamalıyev idarə etdiyi Niva markalı avtomobillə 9 yaşlı uşağı vurub. Sonradan Niva dərəyə aşıb. Hadisə zamanı sürücü və daha bir nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Xarici xəbərlərlə davam edirik. Türkiyənin Muğla şəhərində geniş miqyaslı meşə yanğınları başlayıb. Yanğın şəhərin 5 fərqli yerində baş verib. Əraziyə 741 nəfər canlı qüvvə, 5 təyyarə, 18 helikopter, 20 su tankeri, 8 təcili tibbi yardım maşını cəlb olunub. Vali həmçinin vurğulayıb ki, ehtiyat tədbiri olaraq 202 sakin təxliyə edilib. Yanğın və qatı tüstü səbəbindən Antalya-Seyri-Kəmər avtomobil yolu bağlanıb. Ukrayna ordusu Kursk üzərində Rusiyanın Nadir Forpost Air dronunu vurduğunu açıqlayıb. Rusiyanın Kazan şəhərində yaşayış binasının həyətində baş verən hadisənin görüntüləri yenidən sosial şəbəkələrdə yayılıb. Kadrlarda hərbi geyimli kişinin 2 uşağa qumbaranın necə işlədiyini izah etdiyi, daha sonra isə sancağını çıxarıb onu yaxınlıqdakı kolluq istiqamətinə atdığı görünür. Ardınca güclü partlayış səsi eşidilir və ətrafdakı insanlar təşviş yaşayır. Rusiya mediasının məlumatına görə hadisə 2023-cü ilin sentyabrında Kazan şəhərində qeydə alınıb. Partlayıcının işıq səs imitasiya qumbarası olduğu, hadisə nəticəsində xəsarət alan olmasa da kişi saxlanılaraq barəsində xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Sonradan məhkəmə ona şərti cəza verib. Hörmətli tamaşaçılar, məhz bu xəbərlə bugünlük xəbər ziyafətimizi yekunlaşdırırıq. Yenidən görüşərik və bu arada 055 8 104 104 qaynar xəttimizə, WhatsApp nömrəmizə qeydə alındığınız görüntüləri göndərməyi unutmayın. Görüşərik, vədimizə sadiq olaq.